Salam değerli izləyicilərimiz. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başlayıb biz ikinci mərtəbəsindən. İkinci mərtəbə qalxan pilləkənlər. Pilləkəndən qalxanda sağda hamamın ayaq yolusu birinci mərtəbədə də var. Evimizin ikinci mərtəbədə olan birinci otağıdır. Yerləşim yeri Masazır qəsəbəsində Cantəpədə Kupçalı evdir. Evimizin ikinci otağıdır. Burada qonaq otağı kimi istifadə edə bilərsiniz. Kombi sistemi qoyulub, qurulub, kombisi qoyulub, radiatorları var. Bu da üçüncü otaqdır. Üçüncü otaqdan eyvana çıxış. Bu da ki, hər tərəf göstərirsə yaşayışdır. Düşük evimizin birinci mərtəbəsinə. Bu da ki, birinci mərtəbə evimizin giriş qapısı. Birinci mərtəbə beton monolit, 1 ilə 2'nin arası beton monolit, yuxarıdan da ki beton kəməri var. Bütün birinci mərtəbə istipoldur. Bax, belə bir qonaq otağıdır. Burada mətbəx, mətbəxdən çölə çıxanda arxa tərəfdə belə bir yeri var. Bu da ki kombisi, hazır işlək vəziyyətdə. Bax, burada da ki ikinci mərtəbə olduğu kimi birinci mərtəbəsində də hamamlığı ayarlı olsun. Bir də qeyd edirəm, mükəmməl beton fundament, 1 ilə 2'nin arası beton monolit, birinci mərtəbə beton monolit, hamısı istipol. Evimizin həyətidir, 5 daş kürsüdür, rahat 2 maşın girir. Darvazdan girən kimi bax, belə bir evə qədər navesdir. Bu da ki evimiz. Bax, bu da evimiz, belə gözəl evdir. Quru ərazidir. Qiymət 115.000 manatdır. Kim alsa Allah xeyir versin.